Bismillahirrahmanirrahim. Değerli izləyicilər, bugün də mövcud vəziyyətin acınacaqlı halda olmasını fəryad edən, hayqıran bu videoya münasibət bildirməmək qeyri-mümkündür. Təhsil naziri deşilsin, məmurlar deşilsin, məktəblərdə işləyən rəhbərlər deşilsin. Deməli, Bakı şəhərinin ən ünlü, adını deməyəcəm, adlı bir məktəbinin şagirdi 13 yaşında valideyn ağlaya-ağlaya gəlir, danışır şagirdlə. Şagird EMO-dur. EMO qrupunun təmsilçisidir. Yəni o cürə məktəbdən, hansı ki ora nə qədər valideyn, nə qədər yəni çətinliklə, müəyyən maliyyə, nələrlə uşağını qoyur ki, uşağım yaxşı təhsil alsın. O məktəbdən çıxardıb başqa məktəbə. Səbəb nədir? Deyir, orada məsələn 6, 7, 8 siniflərdə bir-birisi ilə sevgi münasibətləri olmayan, bir-birisinə sevgi elan eləməyən qız, oğlan deyir, normal hesab olunmur. Cinsi orientasiya dəyişməsi gedir. Və orada artıq özünün bir tanıdığı bir yaxın adamı da var, görüşüblər də. Nə ailə xəbər tutub, narahatlıq doğurublar, gəliblər, da kömək istəyirlər. Bir gün Azərbaycan gəncliyini yaşamayıb iki cürə məhv edirlər. Birincisi narkotika ilə, ikincisi cinsi orientasiyanın dəyişməsi üçün mümkün vasitələr tətbiq eləmək. Gördüyünüz kimi bu müəllimə açıq-aşkar çağırış eləyir bütün insanlara ki, Azərbaycanımızda, məktəblərimizdə, təhsil müəssisələrimizdə əxlaqi böhran yaşanmaqdadır. Təhsil müəssisələrində hicabı qadağan eləyən müəllimlər, direktorlar, məsul işçilər və buna göz yuman Təhsil Nazirliyi və digər məmurlar birbaşa, baxın bu məktəbdə baş verən cinayətlərdə belə deyək ki, şərikdilər və o cinayətdə bunların əlləri var. Bunlar Azərbaycan məktəblərində, təhsil müəssisələrində Epstein alyansı yaratmaq istəyənlərdilər. Baxın, həqiqətən əgər 7-8-ci sinifdə tələbələr elm dalaycan, yaradıcılıq dalaycan, parlaq gələcək düşüncələri ilə yaşamaq əvəzinə indi bu cinsi, şəhvani hisslərinin quluna çevrilirlərsə, Epsteinin başqa bir adı varmı? Baxın, hicabı buna görə qadağan eləyirlər. Məktəblərdə dinin təbliğatını buna görə qadağan eləyirlər. Qadağan eləyirlər ki, bu düşüncədə insanları yetişdirmək üçün din bir maniyədir. Hicab bir maniyədir. Namaz bir maniyədir. Ona görə də onun qarşısını almağa çalışırlar. Dəyərli izləyicilər, biz ayıq olmalıyıq. Biz evlatlarımızı dəyərlərimizlə tərbiyə eləməliyik ki, bu cürünə fitnəli bir mühitdə fitnələrin qurbanına çevrilməsinlər. Uşaqlara zorla din təbliğatının qarşısını almağın əsas hədəfi nədir? Uşaqları belə bir mühitə hazırlaşdırmaq, uşaqları belə bir cəmiyyət içərisində həzm elətdirmək, qərq elətdirmək. Çünki inancı olan, etiqadı olan, dini olan, imanı olan, hicabı olan heç bir uşaq, heç bir qız bu fitnələrin qurbanına çevrilə bilməz. Ona görə bunlar bu addım atırlar. Amma biz açıq-aşkar görürük ki, hicablı uşaqlarımız var ki, onlar yüksək balla ali məktəblərə qəbul olurlar. Gözəl əxlaq nümayiş elətdirməklə bütün insanların nümunəsinə çevirirlər. Bunları narahat edən budur.